Hə, köhnələr, istəyərdim söhbət açım həmən o qəza haqqında, o səs-küylü qəza haqqında, hansı ki Heydər Əliyev prospektində baş verib. Sözsüz ki, bu qəzanın hüquqi qiymətini müəyyən dövlət strukturları verəcək, lazım olan araşdırmalardan sonra. Və bu o deməkdir ki, qanunun aliliyini heç kim inkar eləmir. Hər bir vətəndaş öz etdiyi hərəkətlər əsasında törətdiyi əgər cinayət tərkibli işlər varsa, onun qarşılığında, yəni qanun tərəfdən müvafiq cəzalandırmalıdır. Yəni ki, bu bir faktdır. Mən biraz bu məsələnin başqa tərəfinə toxunmaq istəyirəm. Hələ bu, yəni materialla bağlı internetdə qabağıma, nə bilim, çox sayılı videolar çıxdı, şəkillər çıxdı. Bir dənə də şəkil çıxdı, hansı ki bu bədbəxtin şəklidir. Kim ki bunu eləyib, bu hadisə baş verib. Yəni əsas bunun səbəbkarı. Vallahi baxdım onun sifətinə, nə deyim sizə də, belə ürəyim demək olar ki qanla töküldü. Töküldü ki, doldu, başa düşürsünüz. Yəni baxırsan bu yazığın sifətinə. Buna baxanda, yəni ki, mən bu siz kimi görürəm, bu dəqiqə bizim ətrafda olanlarımızın hər ikincisini sifətində bir sözünə yazılıb bu adamın çarəsizlik, nə bilim imkansızlıq, ümidsizlik. Yəni artıq bu adam hər şeylə razılaşıb da, yəni bu heç bir şey gözləmir də, heç bir yaxşılıq, heç bir nəsə bir pozitiv bu adam həyatdan gözləmir də. Yəni bunun sifətində artıq ancaq biz ironiya görürük də. Mən bu videonun axırında bir-iki dənə o adamın şəkillərini qoyacağım, siz də baxın diqqətlə. Yəni bu adam hər şeydən bezmiş bir adamdır. Deyirəm, xarici ölkədə belə bir hadisə baş versəydi, yəni ki, bir taksi sürücüsü gedib belə bir hadisə törədir, sağ qalır, o oturub onun sifətində ancaq bir sevinç bir hissiyyəti görərdik, düzdür? Hə? Yəni sevinç ki, mən sağ qaldım. Çünki o fikirləşməyəcəkdi ki, o barədə bu taksi zəhrimarın başına nə gələcək. Bu yetim, bu kimdir? Hansısa bir şirkətdə güclə iş tapıb, götürüb bir dənə o taksini, nə bilim, arendasını verir. Bu cür nə qələt eləyib indi, aləm dağılıb bir-birinə. Bu dəqiq ona fikirləşir ki, mən bunun pulunu ödəməliyəm. Bəlkə mən bu ilə heç onun sığorta kontraktı, heç bir şey yoxdur. Mən sonra hardan iş tapacağım, nə bilim bu borcu necə eləyim, bu xərci necə eləyim. Yəni bu adam yoxdur da, gedib. Onun də sifətinə zəhmət olmasa diqqətlə baxın. Gedib, belə necəsə də belə gizgicə bir dənə gülümsə belə sifətində əmələ gəlib də. Yəni bu artıq son xəttdir, başa düşürsünüz. Və bu vəziyyətdə bu dəqiqə bizim ətrafımızdır. Yəni ki, sağımız, solumuz, yan yörəmiz, yenə deyirəm, mən o adamı yəni ki, müdafiə eləməyə çalışmıram. Sadəcə istəyirəm ki, bax, siz hamınız mənim kanalım özünüz bilirsiniz, düşüncəli insanların kanalıdır da ki, bax, belə bir şeylərə, belə bir nöqtələrə fikir verəsiniz, diqqətlə yanaşasınız ki, baxın, görün ki, bax, biz yazıqlar nə vəziyyətdəyik. Deyir, yıxılana, tepi vurmaq asandır, əl uzatmaq çətindir. Bu qədər, qəlbdən qəlbə.